Salam uşaqlar. Bu yaxınlarda Lex Fridman podkastına baxdım. Terence Tao deyilən dahi riyaziyyatçı çıxış eləmişdi. Terence Tao'nu çoxdandan da izləyirəm. Ona 21-ci əsrin ən güclü riyaziyyatçısı sayılır və bəzən də ona ləqəb kimi riyaziyyatın Mozartı deyilir. Və Terence Tao qeyd elədi ki, elm istiqamətinə gedən insanlar, mühəndisliyə gedən insanlar və yaxud da ki, sırf riyaziyyata yiyələnən insanlar üçün proqramlaşdırmanı bilmək yüksək səviyyədə tələb olunur. Nəyə görə? Bir var, insan proqramlaşdırmanı öyrənsin, sırf gedib software injiner olsun deyənə. Bir də var, insan proqramlaşdırmanı öyrənir alət kimi ki, hansı ki, mühəndislikdir, elmdir və yaxud da ki, riyaziyyatdır. O sahələrdə, o istiqamətlərdə biliyinizi, yaradıcılığınızı və kritik analizinizi dərinləşdirmək üçün. Və həm də Terence Tao süni intellekt alətlərində qeyd elədi. Özü aktiv olaraq həm proqramlaşdırma, Lean programming dilini istifadə edir və süni intellekt modellərini də istifadə edir ki, öz araşdırmasında tapsın. Və o qeyd edir ki, bunlar sadəcə kopyalamaq üçün yox, bu alətlər. Sizin gedəcəyiniz istiqamətdə olan biliyinizi dərinləşdirib və genişləndirmək üçün yüksək səviyyədə tövsiyə edir.